Səadət xanım. Gəlişinlə hər yere səadət aparar. İşıq aparar. Nur aparar. Xanım xatın anamız. Şirin bacımız. Borçalı ədəbiyyatının, Borçalı şeiriyyatının qaymağı, beçə balı, nə bilim, botan pendiri, nə bilim, nə, özüm bilərsin elə şeylər. Mən bizim Səadət xanım, sizin getdiyiniz yeri, hər yer sonra ziyarətçaha çevrilir. Səadət xanım, bilmirəm, biznesinlə məşğuldur, nədir? Bir gün görürsən Türkiyədədir, ikinci günü Bakıdadır, üçüncü Tiflisə. Sənin pulun miqdarını de, biz də qrafik tutaq. Sizin sıfatınızı, sifətinizi görəndə qəlbimizdə yalnız sevgi hissi, məhəbbət hissi, şeiriyyətə, poeziya, sevgi hissi o qədər aşıqlaşır ki, deyirik ki, Səadət xanım, biraz senzur da içəndə dursun. Mən bilirsən ki, biraz deyirəm nə oluydu. Müəllim, icazə versəydiniz, kongres bir qərar çıxarsaydı, Səadət xanım Borçalı bir ərə verərdik, şairə bir adam. Qoymazıq ona tərəf buraya getməyə. Nə qədər əlimiz ağlı qalacaqdır, nə qədər arxasında baxacaq. Qoy gəlsin, yanımızda qalsın. Qərarla qadağan eləmişik, onu istəyən çoxdur, seçənmir. Valla, öpürəm, Allah səni var eləsin. Həqiqətən Səadət xanım. İstəyəni bir də rəhməti. Bütün Borçalıların, poeziya severlərin qəlbində özünə elə bir yer tutub ki, o yeri heç nəvəz eləməmişdir. Siz bizim poeziyamızın şahı kralısınız. Ama kadınlar için de. Kişilerle işiniz olmasın. Buyurun. Çok sağ ol. Ay içiniz atam anam. Ben pulum, gəlirim sen, o elimiz. Elimin yaxşı olanları sağ ol. Ömrüm Gülmay Kəpənəkçilər, yenə də sizdə görüş, sazlı sözdü. Allah Binəliyə can sağlığı versin. Mən Binəliyi Bakıda küstürdüm, gedə bilmədim, gözüm ağrıyırdı. Rəxcanınızda. İndi də burada sən Allah'ım. İşe bax ki, bugün müzeyə qonaqlar gəldi. Heç o qonaqlar rahat çay da içmədilər. Burada içərlər. Allah qoysa. İndi onlar da gələr, təbrik edirlər Binəliyi. Binəli məlum məsələdir, kəpənəkçidir. Kəpənəkçi Borçalıdır, Borçalı kəpənəkçidir. Yəni ki, Binəli o qədər istiqamlı, o qədər mehriban bir oğlandır ki, Allah ona yar olsun. Amin. Hər dəfə görəndə şirin dillə əhvalını soruşar. Güzel qələmi var, yazır. Əlbəttə ki, kəpənəkçi Əjdərunxan kimi bir dünyaya məşhur insanı getiribsə da, Binəliyi də getirəcək və abilərini də getirəcək. Həmişə bu ocaq qaynar olsun, istisi bütün aləmi götürsün. Yəni ki, Ramiz müəllim, qurban olum sizdəki o ürəklərə qurban olum. Hansınızı görəndə mən yaşamaq istəyirəm, ürəklənirəm. Binəli, bugün sən buraya qayıtmağın çox gözəl bir iş oldu ki, gəldin burada da öz xalqın, öz elin, öz köyündə, öz cəmaatın arasında özünə ad günümü deyək, kitab təqdimatımı deyək, keçirdin. Bu gözəl şeydir. Qaça-qaça gəlmişəm. Allah səni saxlasın. Sənin hər bir şeirini diqqətlə oxuyuram. Vallahi nə deyim, sana uğurlu yollar, tükənməz ilham, qaynar ilham, can sağlığı arzu edirəm. Şiirdən bir balaca deyim ki, onlar da var, onlar da çıxış eləsinlər. Anam Borçalıda bir kəpənəkçi, təpədən dırnağa sir kəpənəkçi. Zəlimxan yetirən nur kəpənəkçi, yığdı başına tamam aləmi, alqış qələminə şair Binəli. Bu köydə adı var təpə dağın da. Hər təpə dağın, İsrəfil ağanın, Emin ağanın, Mahir bağbanı var Baxçanın bağı. Burada Kərəm gördüm, yanı lələli, alqış qələminə şair Binəli. Butayam naxışdan, söz naxışından, arzular göyərsin yaz yaxşından, Binəli adından öz naxışınla, səsin sədan alsın bütün aləmi, alqış qüdrətinə şair Binəli.
Allah sana can sağlığı versin, könül xoşluğu versin. Atamanım sana bir köynək almışdım bu vaxtda. Vaxtda təbrik edirəm. Buyursan çıxış elə. Hə, indi mənim komandam gəlsin, mənim qonaqlarım. Gəlin siz də təbrik edirəm. Sizə də örnək qonaqları təqdim edeyim. Deməli, bugün gözəl günümüzdür ki, Gürcüstan Azərbaycanlı Müəllimlər İttifaqının sədri Səadət xanım buradadır. Yaradıcı müəllimimiz hamımızı sevdiyi Esmir xanım buradadır. Və bütün Səadət Xutay yaradıcılığına qiymət verir. Bu qədər bir olay əldə çəkədən bütün müəllimlərin hamısına təşəkkür edirəm. Səadət xanım, buyurun, xahiş edirəm. Çıxış sən. Sonra Esmir xanım buyurun. Hamınızı xoş gördük, hörmətli qonaqlar. Bəli, bugün Binəli müəllimi ilk dəfə də olaraq mən görmüşəm və izlədiyim şairlərdən biridir. Mübarək olsun, bildiyimə kitab təqdimatıdır bugün. Təbrik edirəm. Ümumiyyətlə, bizim Borçalımızın Kəpənəçi kəndinin yazarları çoxdur. Bu yaxınlarda da Allah rəhmət eləsin. Bizim Zəlumxan Yaqubun 75 illik yubileyində olmuş, iştirak eləmişik. Çox böyük, doluğun bir təsviratlarla qayıtmışıq. Eliniz var olsun. Ümumiyyətlə, hamınız var olun. Elim var olsun. Elimi sevən hanımlardan biriyəm. Vətənimi sevən, dəyərli insanlara hörmətlə yanaşan, sizin gözəl insanların varlığı mənim varlığımdır. Bu dünyada biz nəyə dəyər verməliyik? Yalnız və yalnız insanların, yaxşı insanların var olmağına. Çox sağ olun. Sağ olun. Təşəkkür edirəm Səadət xanım.